Artıq Birbank tətbiqi vasitəsilə Emon balansını artırmaq və Birbankda yığılan ƏDV pullarını Emon hesabına köçürmək mümkündür. Necə? Gəlin izah edeyim. Bunun üçün ilk olaraq Birbank tətbiqində ödənişlər bölməsini açmaq, daha sonra elektron pul kisəsi seçiminə daxil olmaq lazımdır. Açılan ekranda bizdən Emon hesabının nömrəsi tələb olunur. Burada pulu göndərmək istədiyimiz şəxsin Emon qeydiyyatında olan nömrəsini daxil edib davam et düyməsini sıxırıq. Avtomatik olaraq ekranda ad və soyadın ilk 2 hərfi görünəcək. Aşağıdakı bölmədən ödəniş etmək istədiyimiz kartı, bu arada kart yox, bonuslar bölməsinə keçid edib ƏDV-ni də seçmək olar. Daha sonra ödəyəcəyimiz məbləği yazıb əməliyyatı təsdiq edirik. Bu qədər sadə. Artıq Birbank hesabınızda olan vəsaiti rahatlıqla Emon cüzdanına köçürmək mümkün olur. Ümid edirəm bu məlumat sizin üçün faydalı oldu. Videonu yadda saxlayın ki, lazım olanda köməyinizə çatsın. Bəs siz Birbanka daha hansı funksionallıqların əlavə olunmasını istəyərdiniz? Rəy bölməsində fikirlərinizi bölüşün. Kanala abunə olmaq isə yaddan çıxmasın.